1990-cı ilin yanvarı Azərbaycan tarixinin ən ağır, ən ağrılı səhifələrindən biri. Yanvarın 19-undan 20-sinə keçən gecə. Sovet ordusunun ağır hərbi texnikası Bakı şəhərinə yeridildi. Xalq xəbərdar edilmədi. Fövqəladə vəziyyət elan olunmadı. Tanklar küçələrə çıxdı. Zirehli maşınlar dinc insanların üzərinə sürüldü. Əlində silah olmayan, yalnız haqq səsini ucaldan insanlar atəşə tutuldu. O gecə Bakının küçələri qana boyandı. Qadınlar, uşaqlar, yaşlılar. Onlarla insan həyatını itirdi. Yüzlərlə insan yaralandı. Bu sadəcə bir hərbi əməliyyat deyildi. Bu, azadlıq istəyən bir xalqa qarşı həyata keçirilən amansız cəza idi. Hadisələrin kökündə illərlə yığılan narazılıqlar dayanırdı. Dağlıq Qarabağda baş verənlər, Ermənistanın ərazi iddiaları, Moskvanın susqunluğu və ədalətsiz mövqeyi. Azərbaycan xalqı ayağa qalxmışdı, müstəqillik istəyirdi. Ərazi bütövlüyünü qorumaq istəyirdi. 20 yanvar bu istekləri qanla boğmaq cəhdi oldu. Amma nəticə tam əksinə oldu. Faciədən bir gün sonra yanvarın 21-də. Ümumilli lider Heydər Əliyev Moskvada mətbuat qarşısına çıxaraq bu qanlı hadisəni açıq şəkildə pislədi. Bu həqiqətin dünyaya çatdırılması yolunda atılan ilk ciddi addım idi. 20 yanvar Azərbaycan xalqının iradəsini sındırmadı. Əksinə, onu daha da möhkəmləndirdi. Bu faciə müstəqillik yolunun geri dönüşü olmayan nöqtəsi oldu. Bugün 20 yanvar şəhidləri azadlığımız uğrunda canından keçən qəhrəmanlar kimi yad edilir. Onların xatirəsi xalqımızın yaddaşında qanla yazılmış tarix kimi yaşayır. 20 yanvar həm faciə, həm də qürur günüdür.